Tarixin canlı şahidi, Laçın döyüşləri və unudulmaz görüş. Media TV Azmedia qrupunun bu dəfəki müsahibi Laçın rayonunun ictimai-siyasi həyatında dərin iz qoymuş bir şəxsdir. Laçın rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini, hazırda isə Laçın rayon Veteranlar İctimai Birliyinin sədri vəzifəsini icra edən Qəzənfər Hüseynov, keçmiş dövlət rəsmisi və veteran kimi tariximizin ən kəskin dönəmlərinə işıq tutur. Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi hissəsinin komandiri, rəhmətli general-mayor Zaur Rzayev ilə 1992-ci ildə Laçın rayon Vağızın kəndində baş tutmuş tarixi və taleyişli görüşün təfərrüatları yer alır. 1992-ci il Vağızın kəndindəki tarixi görüş. 1992-ci ilin ağır döyüş şəraitində Laçın rayonunun strateji əhəmiyyətli Vağızın kəndində dövlət rəsmiləri ilə hərbi komandanlığın bir araya gəlməsi böyük cəsarət və operativlik tələb edirdi. Qəzənfər Hüseynov həmin çətin günlərdə general-mayor Zaur Rzayev ilə keçirdiyi görüşü belə xatırlayır. Həmin vaxt həm yerli əhalinin müdafiəsinin təşkili, həm də nizami ordunun gedişata nəzarət etməsi üçün mülki hərbi koordinasiya mütləq idi. General Zaur Rzayev ilə Vağızın kəndindəki görüşümüz sadəcə bir müzakirə deyil, Laçının müdafiə xəttinin möhkəmləndirilməsi üçün atılan mühüm addımlardan biri idi. Bugün biz Laçın rayonunun Vağızın kəndindəyik və Vağızın kəndində olmağında məqsədimiz Laçının ağsaqqalı 1992-ci ildə Laçın rayon İcra Hakimiyyətinin birinci müavini olmuş Qəzənfər müəllimlə burada həmən dövrdə baş vermiş, o cərəyan vermiş hadisələrin vacib nüanslarını bir daha xatırlatmaq və istəyirik ki, o qaranlıq qalmış məqamlar açılsın. Qəzənfər müəllim eyni zamanda da Laçın rayon Veteranlar İctimai Birliyinin sədridir. Hörmətli izləyicilər, Laçın rayon Vağızın kənd sakini Sövdümalı kişinin həyətidir bura. Qəzənfər müəllim o vaxtı Zaur Rzayev ilə bu həyətdə görüşüb, həmən o vacib məqamlar Sövdümalı kişinin bu görəsi olduğumuz evin qalıqlarıdır indi. O zaman evdə görüşüblər və o müzakirələr burada olubdu. Buradan beləsini mən istəyirəm ki, o detalını, o məqamları Qəzənfər müəllim özü bizə izah eləsin və izləyicilərimizə də bəlli olsun məsələ. Əvvəl bütün izləyiciləri salamlayıram və şəhidlərimə də rəhmət oxuyuram. Allah dilimizdən onlara rəhmət, minnətdarlıq dualarımızı əskiy eləməsin. Cənab Ali Baş Komandana, bütün qazilərimizə, müzəffər ordumuza, qalib dövlətimizə eşq olsun. Bəli. Bu günləri biz Vağızın kəndinə gec olsa da güc oldu. Deməli 92-ci ilin oktyabr ayının əvvəlində mən İcra Hakimiyyətinin birinci müavini kimi gəldim. Kəlbəcər tərəfdən Laçına bura gəldim və Vağızında yerləşən bu rəhmətli kişinin evində Zaur Rzayev, o vaxtı Sövdümalı kişinin evində Zaur Rzayev oturduğu yeri, idarə etmə yeri buraydı. Çünki mənim yadımdadır ki, ştab otururdu Pirzanda, Pirzan kəndində. Siz Bakıdan hansı istiqamətdə daxil oldunuz? Yox, mən Taxta körpüdə yaşayırdım. Ağzəbəddən. Bəli. Oradan Kəlbəcər var yolu ilə gəldik, Murovdan açdıq, Kəlbəcərdən gəldik bura. Və burada da biz gəldik, o vaxtda da ştab Pirzandaydı, general özü o, general deyildi, o vaxt sonra aldı. Polkovnik özü burada otururdu, Zaur Rzayev. Topçular da Vağızın Təzəkət tərəfdəydi, topçular. Və gəldim bura, mən bura gələndə, mən onunla məqsəd oydu ki, ümumiyyətlə müdafiənin vəziyyəti, gələcəkdə torpaqlarımızın o işğalda olan hissəsinin azad olunması haqqında müzakirə edilən və müxtəlif onlara mən rayonun qalxozlarından yardımlar etmişdim. Və onlarla bağlı sənədlər gətirmişdim, verəm ona ki, nəzarət eləsin. Bura gələndə mən həyətdə gördüm 2 dənə Laçında yaxşı tanıdığım uşaq. Allah rəhmət eləsin, ikisi də şəhid oldu. Allah rəhmət eləsin. Biri Budulaydı, Cağazurdan, Əhmədov bəylərinin oğluydu. Elham ona Budulay deyirdi. Yəni Budulay filmdən götürülmüş, çox cəngavər, qoçaq bir oğlanıdır, igid bir oğlanıdır. O birisi də deməli Mətləb, Həsənov Mətləbidir. Ona Akif də deyirdilər. Sənətdə adı da Həsən Akif. Qoşa da varmış Həsənov, bəli, Həsənov. O Mətləbi daha yaxından tanıyırdı. Mətləb mənə gördüm, utana yaxınlaşır. Mən Səlimov Vakif rəhmətli ilə gəlmişdim bura. O zaman polis rəisi idi. Bəli, polis rəisi idi. Onlar da yerləşdirdilər Şahbaz müəllimin kəndində şeydə. Nəysə, mən ona görə də o Akifdən biraz aralandım, bu uşağa yaxınlaşdım. Belə elədim ki, nə olub, yaxınlaş dedi. Nə məsələdir? Qəzənfər müəllim, bəs vallahi belə sizə deyim, biz gəlirik, general bizi qəbul eləmir. Biz Laçın boşdur, ermənilərin qüvvəsi çox zəifdir. Polislə də danışmışıq.
Polis də o tərəfdən, biz də buradan Tığıqdəyik. Bizim uşaqlar Tığığa Bəli. qədər gediblər. Gedər Laçın şəhərinə alaq, oturaq Laçında. Mən buna dedim ki, mən generala deyəcəm, səni qəbul eləsin. Amma mən ona deyəcəm ki, sən mənə sirri demədin, nə məsələ görə gəlsən. Sən demə. Məcbur qalsın, görüşsün sizdən bəli, yəni. Bəli, sən demə onu. Kim ağa demisən. Mən girdim generalla, məni Səlimov Vakif tanış elədi. Dedi, bizim icra başçısının birinci müavinidir. Əsas da bizim dostumuzdur. Belə çox Allah rəhmət eləsin. Yüksək səviyyədə təqdim elədi. O da Rus təbiətli bir adamdır da. Bəli. Çox soyuqqanlı, ya adam kimi qarşıladı, oturduq, elədik. Şeyi açdılar, kartaları. Başladılar, zabit çağırdı. Ərazi haqqında başladı bizə məlumat verməyə, Akim müəllimlə tanış eləməyə. İş bu devrdə qutarana yaxın mən dedim ki, cənab komandan, bir nəfər sizin əskəriniz var, sizi görmək istəyir. Mən bu haqda sosial şəbəkədə çox yazmışam, danışmışam. Dedim, sizi görmək istəyirdi, nə məsələ? Dedim, mən də xahiş elədim, demədi mənə. Dedi, Rusçun qatki interesini, yəni maraqlıdır, niyə deməsin sizə? Dedim, düzü mən də israr elədim, demədi mənə. Dedi, ancaq generala deyəcəm. Diplomatik gediş eləmişsiniz yəni. Dedi, komandirə, bəli, komandirə deyəcəm. O uşaq girdi içəri, mənə dediyi sözləri buna deyəndə, bu əlin çıxdı stola çox əsəbi şəkildə. Rusça buna söydü. Dedi, səni verəcəm. Zahir Ruzayev söydü. Zahir Ruzayev bunu söydü. Dedi, sənə verəcəm pasut, sən nəxdir, sənin komandirin hardadır, falandır, beş məkandır, bunu söydü. Bir dəqiqə səni soxaram içəri. Mən düzü, bu dedi, bunu qoy, çıx buradan. Bu uşaq çıxdı, mən deyir, o hesabımı götürdüm. Mən də əlimdə axtı çıxartmışam, bunlara qoyun verdirmişəm mən əskərlər üçün. Qidalanmalar üçün də yəni. Bəli. O sənədləri mən də axtılaşdırmışam. Rayonun rəhbərçiləri, ferma müdürləri amma sənədləşdirmişəm. Təhvil təhsil haqqında gedir söhbət. O sənədi verirəm buna ki, yox, vermişik. Bunlar Kürtacıda, tıl oradadır, arxa cəbhə oradadır. Vermişəm filan kəsə, gəlib götürüb Azərbaycandan da. Bu da bunu sənəti saxlayın, nəzarət edin ki, oğruq olmasın. Bəli. Mən bunları yığışdırdım, papkamı yığışdıranda Akif mənim qolumu sıxdı, dedi, səbirli ol, dedim, mən görmürsən, mən dodağımın altında belə şeyin sözümü mırtırladım da, belə danışdım. Gileyləndiz. Gileyləndim, bəli. Gileylənəndə bu gördü mənim sifətimi, mən bu durdu, ayağa gəldi, mənim əlim qoydu şimə, dedi, abijayışsa, Rusça, yəni heç Hissənirsən yəni. Hissənirsən, yəni məndən inciyirsən. Dedim, akajı, buna Rusçan deyim, və necə yəni eləməyəm. Bu uşağı mən çağırmışam sizin yanınıza. Siz buna qanun çərçivəsində səhv danışır, deyən, get işinlə məşğul, sən əskərsən falan, siz bunu təhqir edirsiniz. Dedi, əzizim, mən məcbur olub eləyirəm. Mən, dedi, oğraş adamı oxşuyuram, bu sözümün adı dedi. Mən bunun üzünə bax, dedi, bax mənə. Şəxsən Zahir Ruzayev bu sözü özü işlədi. Mənə dedi ki, gör, mən oğraş adamı oxşuyuram, dedim, Allah eləməsin, mən sizin haqqınızda, xüsusilə Kəlbəcər əməliyyatı haqqında yüksək fikir səslənib ölkədə. Kəlbəcər cəmaatı sizdən razılıq edirlər, sizə belə çox... Yüksək səviyyədə yəni döyüş əməliyyatlarımız var. Bəli, biz də minnətdarı gəlmişsiniz Laçının bütün kənd, bura ermənilər hamısı girmişlər bura. Hamısı çıxıb indi, buradasınız, irəli də. Dedim, mən uğraş adam oxşamıram. Mən saldatam, mənə prikaz gəlir. 3 addım irəli, 5 addım geri. Və yaxud da 2 addım irəli, 3 addım geri. Yəni mən... Bu mənə dedi. Dedi, mən əskərəm. Arxaya addım atmaqda aldığım əmrlərdən ibarət. Dedi, mən əskərəm. Mən əskərəm. Mənə o uşaq dedi, bilmir. Onun məlumatı yoxdur, mənə acığım tutdu ona, o geçsin hesabını bilsin. Onlara aid olan şey deyildi. Yuxarıdan biz yuxarıya tabiyik. Mənə əmr gəlir ki, 3 addım irəli get, gedirəm. Sonra deyər ki, 5 addım dala get, qayıdıram dala. Sonra deyirlər 5 addım irəli, sonra dayanıram, deyirlər 2 addım da irəli. Mən əskərəm. Sonra deyir, girdi mənim qoluma, dedi, heçlənmə. Məni gətirdi, bax, bu otağıdır. Buradan girdik. Gəl bura. Bax, mənim indi kimi yadımdadır. Bu otağa daxil oldunuz. Bəli, gəldik, girdik. Yəni Zahir Ruzayevlə burada görüşürdünüz. Bəli, bax, bu evdə, bu deyək, bax, bu orta evidir. Bax, bura böyük bir dənə evidir. İndi belə uçulub, dağılıbdır, bax, burada. Ha, bu hissiyə. Bəli, bax, burada oturduq, burada danışırdıq biz. Burada danışanda, o məni gətdi, çıxartdı. Burada pəncərə vardı evin qabağında. Pəncərələr vardı. Bəli. Gətdi, çıxartdı pəncərəyə, qabağa. Dedi, görürsən, ora Ərdəşəvi tanıyırsan, dedim, nətər tanımıram, Təzəkən. Dedim, mənim toplarım Ərdəşəvi Təzəkəndədir, oradadır, toplarım. Bəli. Mənim ondan sonra ordum da hamısı buralardadır, ştabım da Pirzandadır. Mən bir dənə mənim təyyarəm burada yoxdur. Təyyarəm də Gənciyə deyərəm, təyyarə mənə oradan təyyarə poddeşka kömək verərlər. Mən gedib, nəyin ki Laçını görürsün, mən siyana varam. Amma mən yuxarıya tabiyəm. Əmr nədir odur? Bəli, mən sonra hadisələr, mən onu başa düşdüm, yumuşaldım, elədim. Məni qucaqladı, indi olmasın, qucaqlaşdıq elədi. Sonra mən hadisələr qərəyan eləyəndə, Laçın işğalından sonralar, mən başa düşdüm ki, Laçında və digər yerlərdə, Qarabağda Azərbaycanın idarə olunmasını, müdafiə olunmasını quru deyilən təşkilat var. Rusiya
Müdafiə Nazirinin Baş Əməliyyat İdarəsi. Mən sonra başa düşdüm ki, onlar Yəni əmrlər Moskvadan bəli, gəlir. Moskvadan gəlirdi. Moskva onu idarə edirdi ki, sonra da gördünüz ki, Rəhmət Heydər Əliyevin dövründə gəldi, şeyə qədər Azərbaycan ordusu azad elədi. Oradizi. Bəli, Bəri bəli. gəlirdi, Ha. Moskva dayandı, deyir ki, vaxtına var hələ. Hı. Moskva Gözləməlisən amma yəni. sonrakı hadisələr onu göstərdi ki, bu ağıllı siyasətidir, ağıllı siyasətdir. Amma burada Laçının alınmaması sırf Moskvanın şeyidir. Dedi ki, Moskva istəmirdi bir dedi biz sözlə. gedərik ya. Ora gedərik, bizi qırarlar. Bəli. Ya, bu açıq demədi, mən belə başa düşdüm. Ya. Yəni gedən proseslər bunu analiz eləməyə, qənaətə gəlməyə. Sonra mən başa düşdüm dəlalət ki, edir. bu general o rəhmətli düz deyirmiş yəni. Sonra onun intervyuları var da, baxmısınız yəqin o. Bəli, bəli, bəli. Rəhmətli Elçi bəyə də müraciət eləyir, sonra Rəhim Qaziyev. Aynəsdə onların orada Bəli, Rəhim belə gərgin mübahisələr zəminində çıxışları var. Xatirimdən heç vaxt çıxmaz. O Allah ona rəhmət eləsin. Burada bizim şəhidlərimiz Allah rəhmət eləsin. Laçınlı uşaqlar düz tığıya qədər mən gələndə orada 3 nəfər bizim şəhidin, 4 nəfərin Bəli, yolun şəkillərin qoyublar. özdəki bilirsiniz onu necə qoyublar Qəzənfər müəllim. O uşaqlar İmenavoy harda şəhid olub elə o şəkili də orada qoyublar. Məsələn o mətləf orada, orada şəkili var rəhmətliyin. O da orada şəhid oldu Bəli. qəhrəmancasına. O şəhidlərimiz də rəhmətlə anaq. Bu günlər Bəli. onların da ruhu şaddır ki, onların da vuruşduğu vətən Amin. torpağı azaddır. Bu gün Vağazin kəndində gəlib insanların burada yaşaması, sənin öz Bəli. doğma kəndinə gəlib burada çəkiliş eləməyin vallahi şeyi yox. Məlumat üçün onu da bildirim ki, bu kəndində 92-ci ildə 11 dənə şəhidi var. Yəni Allah döyüşərək rəhmət, o vaxt o bilirəm. Xoçaz Bəli. yüksəkliyi Şəkillərin vurublar. istiqamətində bəli. Bəli. Xoçaz yüksəkliyi istiqamətində Bəli. əsas şəhidlər orada verilmişdi. Bəli. Ondan sonra digər Hı. Qarabağda gedən o döyüşlər nəticəsində Bəli. müxtəlif yerlərdə bu kənddən 11 dənə şəhid. Bəli. Bəli, balaca bir kətdən. Hə. Belə baxanda Ümumi Laçında böyük kət, amma Azərbaycan Bəli. miqyasında götürəndə elə çox da böyük Bəli. kət deyil. bu 92-ci ildə də 50-dən artıq hardasa 70-ə yaxın bu kənddən döyüşçü olub. Hə, bəli, bilirəm. Vacində burada Siz də çox sağ olun ki, bu vacib. Pisənistdə sizin uşaqlar da orada. Bəli. Pisənistdə orada əsgərlərin hərbi hissəsi var. Hə. Mən orada da olmuşam Pisənistdə. Sonra kətlərin çoxunda, yəni bu ətraf kətlərdə uşaqlar hamısı Laçın uşaqları, Vağazinlilər də, digər hamısı uşaqlar, Qorçulular, digər uşaqlar hamısı buradaydılar. Bəli.